Çox nadir Azərbaycanda ümumiyyətlə boşalma statistikası hər il artır. Bu tək Azərbaycanla bağlı deyil, yəni dünyada da belədir. Amma heç kənara getmədən ətrafdakı çox yaxın bir 10 ailədən soruşsan, yola gedə bilmədik adı qoyurlar. Daha da dərinə getsən, seksual həzzin, seksual hisslərin qarşı tərəf ondan şikayət edir, bu tərəfsə ondan şikayət edir. Əslində nəyin necə olacağını heç bir tərəf bilmir. Çünki öyrədilməyib. Bir qadın öz həyat yoldaşından necə rəftar etməlidir? Biz bunu bilirikmi? Məncə bilmirik. Amma bilməliyik. Necə bilək? Biz belə bir tərbiyə alırıq. Harda bizə öyrədirlər hər bir şeyə sevgidən başqa. Bizə öyrədirlər qayğı göstərməyə, bizə öyrədirlər yemək bişirməyə. Bu da qayğıdır. Əslində qayğıdan başqa mən belə indi başa düşürəm ki, heç bir şey öyrədilmir. Bizə öyrədilmir bir-biri ilə dialoq qurmaq, bir-birini eşitmək, anlamaq. Və əgər mən deyirəm ki, misal üçün mənim nədənsə xoşum gəlmir, bu o demək deyil ki, mən sizi alçaltmaq, təhqir etmək istəyirəm. Sadəcə mən sizə göstərirəm mənimlə necə lazımdır rəftar etmək. Bir neçə burada boşluqlar mən görürəm. Birinci növbədə bu dialoq qurmaq, bilməmək, bacarmamaq. Yalnız artıq biz başlayırıq sanki konfliktə girmək, bir-birimizdə günahlar axtarmaq və bir-birimizin boynuna atmaq, məsuliyyətdən qaçmaq və bir-birimizi eşitmirik. Bu bir. İkincisi də ki, təəssüf ki, biz öz qaydalarımızı belə bilmirik. Bizim instruksiyamız yoxdur özümüzə aid. Və bu mənim yəqin ki, ən yaralı yerimdir. Seksual həyat, hissiyat, bir-birini yataqda eşitmək, anlamaq və bir-birinə lazım olanı vermək üçün ilk növbədə bilmək lazımdır. Mənim özümə nə lazımdır ki, mən qarşıdakı insana bunu çatdıra bilim. Bunun üçün mən çalışıram, bacardığım qədər. İzləyirəm, çox bəyənirəm. Təşəkkür edirəm. İndi mən onun üzərinə düşmüşəm ki, kitablar yazmaq ki, insanlara daha əl çatan olsun. İndi bəlkə bir 10 ilə mən artıq bu işlə fəaliyyət göstərməsəm də insanların əlində heç olmasa nəsə olsun. Və bu mövzuda maksimum qızlar bu dəqiqə maariflənmək çalışmalıdırlar. Öz bədənini tanımaq, özünü qəbul etmək, öz hissiyatını anlamaq və onu daha da inkişaf elətdirmək.